Salam dəyərli izləyicilər, 24 noyabr 2025-ci il bu şəxslər işsizliyə görə pul alacaq. Söhbət kimlərdən gedir? Zəhmət olmasa videonu paylaşın. Burada üstə gəl işarəsinə bir dəfə toxunub kanalımıza abunə olun ki, digər məlumatları da izləyə biləsiniz. İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün büdcəsindən 28 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq ki, bu da ötən ildən, yəni daha doğrusu 25-ci illə müqayisədə 65% artım deməkdir və bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlar üçün nəzərdə tutulub. Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşlara ödənilir. Və bunun üçün dəyərli izləyicilər, dost mərkəzlərində işsiz kimi qeydiyyata alınmaq lazımdır. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə əlavə edilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir. Videonu hər kəslə paylaşın və digər məlumatlarınız üçün kanalımıza abunə ola bilərsiniz və sonda bir məlumatda qeyd edeyim ki, sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə də 5% artırılır.